niyə biz klassik hemoroid əməliyatına yox, ümumiyyətlə proktoloji əməliyyatda klassik üsullara yox, mini-invaziv üsullarda istifadə etdiyimiz barədə danışmaq istəyirəm. Biz sizə belə bir model göstərim. Belə fikirləşək ki, bu anal dəlik, onun ətrafı. Burada bizim xarici sfinkterimiz, daxili sfinkterimiz var. Hansı ki, bizim böyük bayıra gedəndə qazların, nəcisin saxlanmasına böyük rolu var. Yəni, bunlar zədələnsə, qaz və nəcisin saxlanmasına problemimiz yarana bilər. Ona görə də əməliyyatlarda ən qorxduğumuz bunların bu əzələlərin zədələnməsi, daxili və xarici sfinkterlərin zədələnməsidir. Bu bizim xarici və daxili sfinkterimiz, bu isə belə deyək də babasil olan yerdir. Belə bir model göstərim. Biz adi sadə əməliyyatda bu babasili belə kəsib götürürük, xaric eləyirik, belə təsəvvür eləyək, kəsdik. Bunu kəsib götürdüyümüz zaman bizim içdəki əzələlərimizdə, baxın. İçdəki əzəllərimizdə sarı və yaşıl olan əzəllərimizdə zədələnmiş olur. Ona görə biz maksimum çalışıb, mini-invaziv yollardan ona görə istifadə edirik ki, bərpa edeyim buranı yenə. Yəni, alt təbəqəni zədələnməyək, selikli qişanı zədələnməyək, ancaq üzdən babasil düyününə təsir eləyək. Bu da nədir? Məsələn, bura bir bant ata bilirik. Baxın, belə bant atdıqda selikli qişan zədələnmir, üzdən götürülür və yaxud lazer deyilən bir üsul var ki, balaca iğnə kimi bir şeydir. Bunu içinə salırıq belə, buranı yandırırıq, bu babasilləri məhv edirik. Və yaxud, məsələn, mənim ən çox istifadə etdiyim üsul nədir? Biz bu düyünə dəymədən buradan bir sap atırıq, altda arteriyanı bağlayırıq və bunu da uzadıb aşağıdan bağlayırıq, kəsmədən. Müəyyən müddətdən sonra zaten arteriya bağlandıqdan sonra bu düyünün özü düşəcək aşağı. Buna görə bu zədələnməmək üçün, çünki belə deyək, ola bilər sizdə yenidən babasil düyünü yaralansın. Bu daha az təhlükəlidir. Nəinki sizin bu əzələlərinizin zədələnməsi. Bu sizin əzələlərin zədələnməsi gələcəkdə sizin nəcis və qaz saxlamamağına səbəb ola bilər. Ona görə maksimum mini-invaziv yollardan istifadə etmək lazımdır.